Nə qədər asan görünsə də, üzərində detal olduqda onu təmizləmək bir o qədər də qəlizləşir. Məsələn, mənim bu tişörtümdə orta hissəsində dəri detalı var idi, düzdür, dermatindi, amma o da rəng çıxarda bilər. Çiyinlərində də qəhvəyə rəngli bir detallar var. Eksperiment məqsədi ilə yeni aldığım persolu yoxlamaq istədim. Üzərinə sarı kök, yağ, boyun hissəsinə tonalini və qələm mürəkkəb izi də buraxdım. Tişörtümü ləkələdikdən sonra isə etiket hissəsini belə kəsdim ki, sonradan izləyicilər deməsin ki, təmiz halını öncədən çəkmişsiniz. Beləliklə bunu qoyuram maşına, tək bir dənə bunu yuyacam. Premium Cleaning'in bu persolunu ilk dəfə bu videoda belə açıram. İçərisindən də ölçü qaşığı çıxır. Burada yarım kilo persol var. Yarım kilosunun qiyməti 14 manatdır. Yəni maşına nə qədər paltar atacaqsınızsa, ona uyğun olaraq ölçü qaşığı ilə persolunu əlavə etməlisiniz. Mən bir dənə paltar atdığıma görə elə bir qaşıq kifayət elədi və mütləq 60 dərəcədə yumaq lazımdır. Proses bitdi və maşından çıxardıram. Təxminən 1 saat ərzində təmizləndi. Birinci olaraq etiketini göstərirəm ki, sizə, yəni bayaq qayçıyla kəsdiyim həmin tişörtdür. Görürsünüz ki, heç bir ləkə qalmayıb. Nə yağ, nə sarı kök, nə qələm, nə də tonal ləkəsi. Çatdırılma xidməti pulsuzdur. Kim istəsə şərhlərdə plus yazsın, sizə geri dönüş edilir.